Ölərkən ruhun bədəndən çıxması. Ölən adamın ruhu ayaq barmaqlarının ucundan bədəninin yuxarısına doğru çıxır və ruh boğaza yetişdikdə ölüm xırıltısı eşidilir. Gözləri bərəlir və yuxarıya doğru çevrilir. Ummu Sələmə belə deyir: Peyğəmbər Abu Sələmə vəfat edəndə onun yanına daxil oldu. O zaman onun gözləri açıq idi. Peyğəmbər onun gözlərini bağladı və dedi: ruh bədəndən çıxanda gözləri onu izləyir. Ruh bədəndən çıxdıqdan sonra o səmaya qaldırılar. Bu haqda Abu Hureyra rəvayət etdiyi hədisdə belə qeyd edir: Möminin ruhu canından çıxdıqda onu yuxarı qaldıran iki mələklə qarşılayar. Ravi burada xoş qoxu və müşk ətrinin iyini xatırladır. Səma əhli belə deyər: yerdən gəlmiş gözəl ruh, Allah sənə və içində olduğun bədənə rəhm etsin. Sonra mələklər onu pak və nöqsanlardan uzaq olan Rəbbinə doğru qaldırarlar. Sonra Allah deyər: dünyanın sonuna kimi sərgərdan gəz. Kafirin ruhu canından çıxdıqda isə ravi burada pis qoxu və lənəti xatırladır. Səma əhli belə deyər: yerdən gəlmiş pis ruh dünyanın sonuna kimi sərgərdan gəz. Abu Hureyra deyir ki, bu məqamda Peyğəmbər əbasının bir hissəsi ilə burnunu bu şəkildə tutdu. Ruh bədəndən çıxdıqdan sonra nə baş verir? Ruhun bədəndən çıxdıqdan sonra nələrin baş verməsini bizə Peyğəmbərimizin növbəti hədisi təfsilatı ilə izah edir. Bəra İbni Azib rəvayət edir ki, biz Peyğəmbərlə birlikdə Ənsardan olan bir kişinin cənazəsini dəfn etmək üçün getmişdik. Biz ora çatanda hələ qəbir qazılırdı. Allah elçisi qəbrin yanında oturdu. Biz də dinməz söyləməz onun ətrafında oturduq. Onun əlində yeri cızdığı bir çubuq var idi. Sonra o başını qaldırıb buyurdu: qəbir əzabından Allaha sığının. O bunu 2 və ya 3 dəfə təkrar etdikdən sonra dedi: mömin bəndə dünyadan köçüb axirətə qovuşduqda göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enər. Onlar özləri ilə cənnətdən kəfən və ətir gətirər. Onun gözünün gördüyü son məsafədə oturub gözləyərlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyər: ey gözəl ruh, Allahın mərhəmətinə və xeyir duasına qovuşmaq üçün çıx oradan. Nəhayət, mömin bəndənin ruhu bədənindən su damcısı qabın ağzından axıb töküldüyü kimi çıxar. Ölüm mələyi ruhu götürdükdə